Deməli, əzizlər, bir xeyli ara verdi. Təəssüf ki, hər şey belə üst-üstə gəldi. E, Kan gəldi. Deməli, e, biz müəyyən istər zehin olsun, istər mən sizə hamiləlik dövrü və çağalıq dövrü haqqında istəyirəm bu dəfə belə ümumi məlumat verim. Bugün konkret mövzu getmək istəyirəm. Deməli, qadınların istər hamiləlik olsun, istər uşağın o çağalıq dövründə belə qəribə bir çox böyük uşağa böyük bir təsiri var və çox maraqlıdır ki, mən bu ilə daim üzləşirəm seanslarda. E, Bəzi hallar var ki, insanın zehni ana bətnindən qəribə şeylərlə dolur, ana bətnindən təsirlənir və böyüyəndən sonra o təsirləndiyinə əməl edir. Misal üçün, ən primitiv misal deyim, ana bətnində uşaq olduğu zaman ana hansı saat aralıqlarında yatırsa, misal üçün tez yatandısa, əgər hamiləlik dövründə belə gecəni çox otura bilmir, erkən saatlarda yatırsa, uşaq da adətən doğulandan bir 4-5 ay sonra müşahidə etmək olur ki, uşaq tez yatan olur, tez duran olur. Ana səhərə qədər oturduğu zaman gecələri, xüsusən yay dövrünə hamiləlik düşdüyü zaman bəzən geç yatmalar olur. İstər-istəməz bir müddət sonra uşaq dünyaya gələndən sonra görürsən ki, uşaq da gecə oturmağa meyillidir. Yediyimiz ana bətnində insan nəyə meyil eləyirsə və yaxud nəyi yeyə bilmirsə, bir də görürsən ki, uşaq da onu yemir. Və təbii ki, stres. Məsəl üçün, autizm spektrum, bəlkə bu haqda çox eşitmişsiniz, sendromu. Cürbəcür araşdırmalar var, amma yekun araşdırmalardan biri də budur ki, bəzən görürsən ki, ümumiyyətlə spektrumlu uşaqlar hamiləlikdə çox aşırı stres keçirdən anallarda da olur. Qaldır, orada biraz belə bir məsələ var ki, onun tam olaraq nədən qaynaqlandığı hələ də bilinmir. Yəni, hələ də araşdırmalar davam edir, tez-tez şeydir. Amma nitq inkişafı olsun, inkişaf geriliyi olsun, ana bətnindəki vəziyyətdən çox asılıdır. Yəni, o ana ki, hamiləlikdə çox ağır stres keçirdir, ağır xəstəlik keçirdir, daim ağlayır, heç nə də olmasa, misal üçün, zihin geriliyini gətirib çıxartmasa da, uşağın çox ağlağan, çox narahat olmağına səbəb gətirir. Və biz bəzən cəmiyyətimizdə belə bir misal var ki, deyirlər ki, qadınlar, bəs uşaqlar, bunun xəssiyyəti belədir. Halbuki xəssiyyəti belə deyil. Uşaq artıq dünyaya gəldiyi zaman bir 50-60% onun altyapısı hamiləlikdə qoyulur. Ona görə, məhz buna görədir ki, alimlər tez-tez bunu vurğulayır ki, hamilə qadınlara müəyyən əməllər etməlidir, hamilələr müəyyən özlərinə diqqət etməlidir, istər öz hərəkətlərinə, istər yediklərinə, içdiklərinə. Hətta çox məşhur misaldır. Bir alim, bəlkə də eşitmisiniz, bilmirəm, bəlkə də mən də demişəm. O bir alim qayıdır, deyir ki, daha doğrusu uşaq 3-4 yaşında uşaqla bayıra çıxır və uşaq yerdə tapdığı bir iynə ilə, nəyləsə orada su bidonları olur, onu deşir və başlayır oradan su içməyə. Ata uşağı evə gətirəndə, arif adam olur da, uşağı gətirəndə şey edir, çox üzr istəyirəm. Ata evə gətirdiyi zaman validə deyir ki, bəs mən bütün əməllərimdən xəbərdaram, mən bilirəm də, bu nəvəsini qoymamışdan qabaq nələr eləmişəm, mən buna diqqət eləmişəm də, nə eləmişsənsə sən də yaz. Və qadın ağlaya-ağlaya başlayır deməyə ki, bəli, mən
Bir yerdən keçəndə nar istəmişəm. Məsələn, bunu çubuq verin. Bir yerdən gedəndə nar görmüşəm və o nardan canım çəkdi, amma kimin olduğunu bilmədim də gedib xahiş eləyə bilmədim. Ona görə başımdakı sancaqla, iynə ilə onları deşib onu içdim. Canım çox yeriləmişdim də və bu da gətirib çıxardı bana ki, uşaq da eyni hərəkət edir. Bu xırda misallardan biridir. İndi bizim böyüklərin həyatında analarımızın hamiləliyi nə kimi bir töhfə verə bilər, nə kimi e, bəzən bəzi qorxular xüsusən, e, bəzi gördüyümüz yuxular. Əgər valideynlərimiz şiddət uygulayan ya da şiddet gören ana kadın hamilelikte şiddet görübsə, çok ağlayıbsa, bu qurban psixologiyasına gətirib çıxarır. Çünki baxın əzizlər, ana bətnində uşağının artıq əziyyət çəkir. O ailə bir qadın təsəvvür edin, bir ailədə uşaq dünyaya gətirəcək və o ailədə xoşbəxt deyil. Ağlayır, onu incidirlər, başa düşmürlər, yoldaşı tərəfindən heç bir dəstək görmür. Necə bir uşaq dünyaya gətirəcək? Avtomatik olaraq daim ağlayan bir uşaq dünyaya gətirəcək. Uşaq dünyaya gətirəndən sonra onsuz da qadının psixikası və zehni tamamilə dəyişir. Yəni qadının beyin kimyası deyirik biz buna, zehin düşüncə tərzi olsun. Qadının beyni elə bir formaya salınır ki, elə bir ki, Allah belə yaradıb da. Qadın 2 il müddətində yalnız öz evladını qorumağa proqramlanır. Amma indi qorumaq sözü, baxın psixologiyada belə bir şey var. Qadın zehni, bəli, uşağı qorumağa kodlanıb, amma necə qorumaq? Qadın zehni o qorumağı necə anlayır? Misal üçün, bəzi qadınlar ki, bizim cəmiyyətdə əksər qadınlar bunu eləyir, uşaqlarına başqasına əsəbləşir və yaxud başqasından görür ki, uşağıma indi qışqıracaq ya da uşağıma söz atacaq ya da mənə söz atacaq. Qara mən basınca qoy qaranı mən basın misalı var. Elə bir ki, mənim uşağıma sən qışqırma, mən onun 5 qatını qışqıraram. Güya biz bu cür uşağımızı, evladımızı qorumağa çalışırıq. Yəni birinci başqası evladıma söz deməsin deyə o evladımızın gözünü çıxardırıq. Onun üstünə daha çox qışqırdırıq və bunu arqument də gətiririk ki, mən deməsəm başqası deyəcək, o səni daha çox incidəcək. Halbuki elə şey yoxdur, əzizlər. Onun deməyinə sənin qışqırmağın da bir də hətta sənin qışqırmağın uşağa daha çox, yəni ananın qışqırmağı, ananın şiddət göstərməyi uşağa daha çox təsir eləyir. Nəinki qıraqdakı. Qıraqdakı sözdürsə, ana uşağı qorusa o anda, bax bu qorumaqdır. Onda uşaq özgüvən qazanacaq ki, mama daim mənim arxamdadır. Başqa insanlar nə eləyirsə eləsin, mama məni qoruyur. Amma biz evladlarımızı qorumaq əvəzinə daha çox şiddət göstəririk. Ya da evdə qaynanaya əsəbləşirik, uşağa partlayırıq. Ataya əsəbləşirik, uşağa partlayırıq. Dolayısıyla xoşbəxt olmayan, ailəsində xoşbəxt olmayan qadın xüsusən ilk 2 ildə evladını necə qoruyur? Özünə məxsus qoruyur. Yəni zehin orada sadəcə yəni uşağa baxım, uşağa heç kəs mənə heç nə deməsin psixologiyası ilə o uşağı qorumağa çalışır və bu səfər istəmədən də olsa uşağa 5 qat daha zərər verir. Bilmirəm, diqqət etmisinizsə yox, bizim yenə belə təcrübə ilə deyəcəm ki, bizim Azərbaycanda belə bir şey var. Çox təəssüf edirəm bunu deməkdə, amma biz bəzən başqalarının sözlərinə, başqalarının düşüncələrinə, başqalarının hətta tənqidlərinə o qədər fokuslanırıq ki, biz evladımızın və öz ehtiyacımızın fərqində belə olmuruq. Məsəl üçün, yeni uşaq dünyaya gətirilmiş qadın təsəvvür edin ki, savaşdan çıxmış kimidir. Sözün əsl mənasında. Çünki bədən hamiləlik boyunca 9 ay müddətincə haldan hala keçir. Orqanlar yer dəyişdirir. Bu möcüzədir. Yəni bu haqda bilmirəm niyə heç kəs danışmır və yaxud danışanda niyə bunun altını bu qədər çizmirlər ki, hamilə bir qadın möcüzədir, başdan ayağa gəzən bir möcüzədir.
və hamilə qadının bədənində daim təsəvvür edin ki, bina tikilir. Necə? Orqanlar yavaş-yavaş bir hormon var, HTS deyirlər ona, hamiləlik hormonu. Və o hormon hər gün vır, misal üçün bugün 2-dirsə, sabah onun 2 qatı olur, 4. Biri gün, ya hər gün vır 2-yə artır. Təsəvvür edin. Hər gün vur 2-yə. Bu hormonda bilirsiniz nə edir bədəndə? Duyğuları alt-üst edir. Nə bilim, psixoloji bəzən çökərtə bilər. Kimisinə baş ağrısı verir, kimisinə bədəndə müəyyən dəyişikliklər baş verir. Yəni duyğusal olaraq patlama yaşayır qadın. Hələ də əkiz anasıdırsa, onda vəbşi o hemokrit hormonu, HTS yazılır da, hemokrit hormonu 2 yox 4-ə vurulur. Yəni hər dəfə hər uşağa görə ifraz olunur və bu hamilənin sonuna qədər davam edir. Və bu hormon konkret bütün emosiyaları alt-üst eləyə bilir də. Gah sevinirsən, gah ağlayırsan, gah turş istəyirsən, gah şirin istəyirsən. Yəni qadının zaten hormonları aləm dəyər bir-birinə. Üstə gəl, bədənində yavaş-yavaş, xüsusən 4 ayına, 4-5 ayına qədər o qədər də hər nə qədər də biz o qədər də yer dəyişmə deməsək də mədənin yeri dəyişir. Mədə qalxır yuxarı. Yavaş-yavaş altdakı orqanlar uşağın böyüməsi üçün yer açırlar. Bu da bir gündə belə seyirli çubuqla olmur. Bu yavaş-yavaş ərsəyə gələn bir şeydir. Yəni qadının bədənində əməli başda stroyka gedir. Axır aylarda isə qadının sümükləri başlayır aralanma. Yata bilmir, təngi nəfəs edir. Yəni o sümüklərin aralanmağı belə çox ağır asan bir proses deyil. Və qadın bunların yanı sıra işdə görür, işə də gedir, gəlir də, xörək də bişirir, evdə yığışdırır. Yeri gəldi uşaqda baxır, təsəvvür edir. Yəni zaten çox yorulur. Bədəndə stroyka gedir. Bədəndə bir can böyüyür və o canı daşımaqla məşğuldur. Üstəgəl də hər şey belə üstündə təsəvvür edin ki, onsuz da bu qadının hormonları aləm dəyib bir-birinə, onsuz da bu qadın çətinlik çəkir, onsuz da bu qadın xüsusən birinci hamiləlikdə bu çox-çox önəmli bir məqam var ki, bir dəqiqə onu bilmiyorum, dayan bir dəqiqə, çox üzr istəyirəm. Mən bir dəqiqə qurbanam. Yaxşı da yaxşı. Oğlum mən hə, hə. Ya təsəvvür edin, onsuz da qadın o qədər həssas olur ki o dövrdə. Və biz cəmiyyət olaraq mən bir şey fərqinə vardım ki, biz cəmiyyət olaraq hamilələri o qədər bir də belə bir misal var, böyüklərdən də bunu tez-tez deyirlər. Əşi, siz lap da nazik əyilirsiniz. Biz iş də görürdük, həyət də suvarırdıq. Nə bilim, ağac da sulayırdıq. Həm ev, həm həyət işləri görürdük. Yəni cürbəcür işlər görürdük. Başa düşürəm, eləyirmiş. Amma bir şey də var ki, onu xoşbəxt olmayan qadın onu nə qədər gözəl ərsəyə gətirə bilər ki, 5 dənə uşağa da baxırlar. Amma məsələ budur. Yəni bunu qadınlar xüsusən böyük nəsil bunu elə bir təqdim eləyir ki, yəni bu normaldır da, qadın bunu eləməlidir. Yaxşı. Buna etirazım yoxdur, bəli. Məsələ bilirsiz nədir əzizlər? Axı bu insan, bu qadın əgər xoşbəxt deyilsə ki, bizdən böyük nəsillər hər şey eləyiblər, bəli, hər şey eləyiblər, amma xoşbəxt olmayıblar. Xoşbəxt olmadıqları üçün də xoşbəxt olmayan bir nəsil böyüdüblər, hər şeyə gətiriblər. Və bu nəsildə də əksər hallarda, bilmirəm fikir vermisiniz ya yox, qadınlar heç vaxt ya deyirlər ki, ağrını görməzdən gəlirlər. Yəni ağrısam da, ölsəm də ayaqda durmalıyam. Mən gedib bütün bədənin problemlərini müəyyən yaşa qədər görməzdən gəlirlər. 50-60 yaşında isə çökürlər, birdən-birə yıxılırlar. Ya da ki mən güclüyəm, ya da
Yenə o güclülüklə səbr eləyirlər, bütün işləri görürlər. Yaşdaşandan sonra o qədər şikayət eləyirlər ki, xüsusən 40-45 yaşından sonra artıq qadının dilindən şikayət düşmür. Çünki qadın xoşbəxt deyil. Xoşbəxt qadın yalnız xoşbəxt uşaqları böyüdə bilər. Və mən bayaq dedim, qadın beyni uşağı dünyaya gətirəndən sonra 2 il onu qorumağa fokuslanır. İndi bax, gəlirəm həmin o xoşbəxt olmayan qadın və yaxud xoşbəxt ananın böyük, daim şikayət edən, daim ağlayan ananın böyütdüyü qıza. Qız uşaq dünyaya gətirəndə neyniyəcək? Siz elə bilirsiniz, o hamıya şey eləyəcək, xoşbəxtlik şey eləyəcək. Yox. O uşağını qışqıracaq da, o uşağı ağlayanda ağlayacaq ki, mən bezmişəm. Uşağın üzünə deyəcək ki, mən yorulmuşam. Yəni o qadın heç vaxt uşağı bir nemət kimi görə bilməyəcək. Xoşbəxt olmayan, baxın əzizlər, buna diqqət edin. Xoşbəxt olmayan qadın evladına nemət yox, nemət yox, bir şükr olması bir şey yox, yük kimi baxır. Çünki o qadın bütün həyat ona yüklənir. Və uşağın elədiyi yaramazlıqlar, uşağın verdiyi çətinliklər ki, təbii ki, gecələr yatmır, çətinliklər olurdu, düzdür, uşaqda. Qadın o çətinliklərin müqabilində şükür Allaha evladım sağlamdır demir. Allah çox yoruldum, bezdim mən bu uşağın önündən deyir. Ağlım olsaydı uşaq dünyaya gətirməzdim deyir. Və baxın, uşaq zehni bu sözləri kodlayır şuur altında. Və nə baş verir? O uşaq böyüyəndən sonra, istər oğlan olsun, istər qız olsun, o uşaq daim özünü elə bir situasiyalarda tapır ki, elə bil ki, siz, yəni məndən bədbəxtdir, məndən çarəsizdir, məndən şanssızı yoxdur da bu dünyada. Özünü belə hesab edir. Və ətrafındakı nemətlərin, yaxşı nemətləri görmək əvəzinə olmayanlara fikir verir. Çox da önəmlidir. Niyə? Çünki zehin nəyə öyrəşibsə, o ilə yaşayır. Hətta bəzən biz necə olur? O uşaq böyüyür, yeniyetməlik dövrünə gəlib çatanda, yeniyetməlikdə ya yeniyetmələrdə olurdu, üzləri şişkin olurlar, burunları daha iyi görsənir, nə bilim, bəziləri kök olurlar, bəziləri çox arıq olur. Yəni, özlərini qətiyyən sevməyən bir yeniyetmə olur. Özünü sevməyən, özündən nifrət edən, daim tənqid olunan, daim başına hər şey vurulan yeniyetmə var ha. Bu böyüyəndən sonra bilirsiniz necə olur? Ya mükəmməl bir insan olur, ya da narsist olur. Ki sizə bir dənə söz deyim. Narsistlərin əksəri, narsistlərlə oturub söhbət eləyəndə, əksəri yeniyetməlik illərində çox ağır travma alırlar və yeniyetmə yaşlarından nifrət edirlər. Siz necə nifrət eləyirlər? Dili ilə demirlər, nifrət eləyirəm. Amma deyir ki, mən o uşaq olmamaq üçün əlimdən gələni çabaladım, elədim. Yəni, o uşağı, oradakı onun yetənəyini, onun o bütün yaxşı xüsusiyyətlərini görməzdən gəlir. Çünki çox tənqid olunur bax orada. Ya da nə bilim, indi nə yaşayıbsa da. O versiyasını sevmədiyi üçün insanlara özünü çox belə hər şəkildə təsdiq etməyə çabalayır və təsdiq edərkən də bilirsiniz nə edir? Bu insanlar özlərini təsdiq etdiyi zaman əvvəl gəlirlər özlərini. Məsələn, çox adam belə danışır ki, narsistlər qarşı tərəfdəki insanı pohpohlayır, o qədər yaxşı deyir, o qədər. Amma əslində yaxşı, o qarşı tərəfi yaxşılamaq və yaxud onu pisləmək məsələsi deyil. O özünü sənin gözündə o qədər qaldırmağa çalışır, özünü sənə sevdirmək üçün çox olağanüstü şeylər eləyir də. Yəni sənin başını döndürür sevgidən. Və görəndə ki, sən artıq ona heyran olursan, sən onu sevirsən, Allah eləməsin bir dənə səhv edəsən. Səni yerdən yerə vurur. Yəni ta o göydə qaldırdığı kimi də aşağı eğilir. Ona görə Həzrət Əlinin bir hədisi var, çox sevirəm o hədisi. Deyir ki, əgər kimsə sizi həddindən artıq çox tərifləyirsə, bilin ki, o insan
e, layiq olmadığımız qədər də sip istəyəcək. O həddindən artıq. Təbii ki, mərifətli insanlara aid deyil bu. Bəzən biz üstadımıza, müəllimimizə çox da bağlanırıq. Bu da sevirik, onu daim tərifləmək istəyirik. Bu ilahi sevgidir, o başqa şeydir. Sanki Allahdan gələn bir hörmət, Allahdan gələn o müəyyən insanlara, üstadlara, müəllimlərə. Amma sıravi insanlar arasında biz ümumi gündəlik münasibətlərimizdə çox, necə deyim, tərifləmək axırı yaxşı tutar. Axırı heç yaxşı tutar. Yəni sözümü nəyə gətirirəm əzizlər? Xoşbəxt olmayan qadın ya narsist evlad böyüdür, ya qurban pozisiyasında evlad böyüdür, naşükür evlad böyüdür, ya da daim hər şeyi səhv eləyən, gedib yaxşı olmayan qruplara qoşulan, yəni belə deyim, özünə layiq olmayan insanlarla duran insan yetişdirir. Və bu hardan qaynaqlanır? Bu gəlib çıxır hamısı hamiləlikdən. Çünki inanırsınız, bir çox qadın var ki, postpatrum deyirik də biz buna, doğuşdan sonraki depressiya. Depressiyada nədir? İndi mən sizə bunun zehnində olan prosesi izah eləməyə çalışacağım, əzizlər. Çox adam depressiyanı yatıb ağlamaq kimi hesab edir. Yox. Depressiyanın elə halları var ki, sən ayaq üstəsən, iş görürsən, hər şey normal həyat sürürsən, amma əslində depressiyadasın. Depressiya nədir, əzizlər? Depressiya bizim zehnimizdə yaranan müəyyən bağlantıların yavaşlamağı ya da doğru ilerləməmək. Yəni təsəvvür edin ki, depressiyanı mən belə izah eləyərdim. Maşının benzini qurtarıb, amma qıraqdan kimsə onu itələyir. Nə qədər yol ola bilər ki? Depressiyadakı insan o cür hərəkət edir. Kimsə onu itələyir sadəcə. Yəni daxilindəki nəsə bir evlada baxmaq dürtüsü ola bilər, nə bilim, valideyn qorxusu ola bilər, cəmaət nə deyər qorxusu ola bilər. Və çox vaxt depressiyada olan insanlar heç anlamır ki, onlar depressiyadadır. Analıq depressiyada isə doğum sonrası depressiya bu 2 qat ağırdır. Niyə? Çünki təsəvvür edin, bədəndə bütün bu proseslər gedirdi də, inşaat gedir, sonra doğuşda sümüklər birdən-birə aralanır ki, o uşaq çıxsın zahirə ki, indi çox adam kəsirvə eləyir, amma görürsən ki, sünni doğuş belə, yəni kəsirvə belə qadının bədəninə vurulmuş çox ağır da zərbədir. Hamı elə bilir ki, kəsirvasan, amma kəsirvadan daha çox ağırdır. Çünki sən doğuşu yaşamırsan, uşağı bədnindən alırlar və səni zorla hormonları aşağı düşürdürlər və bu da ağır bir zərbədir də. Yəni çox insan deyir ki, sən neynədir? Kəsilər çıxartdılar, elə deyil. Kəsib çıxardandan sonra bir var ki, ana bətnindən çıxan təbii bir doğuş olur və hormonlar öz təbii işlərini görürlər. Bədən təbii şəkildə yerinə düşür. Amma bir var ki, bədən xəbəri yoxdur, bədənin xəbəri yoxdur, uşağı çıxardırlar. Əməliyyat sırasında uşağı çıxardılar və sonra bədən belə o sudan çıxmış balığa dönür ki, ayda bəs uşaq var idi, bəs hormonlar, indi bunlar hamısı birdən-birə başlayır. Yəni qadında o daha ağır proses çəkir. Buna görə kəsirvadan çıxan qadınların bərpa olunmağı normal doğuşdan daha ağırdır da daha belə deyim, daha uzun çəkir. Çünki proses bədən başa düşmür, beyin başa düşmür. Beyinə sonradan siqnal çatır ki, uşağı çıxardıblar. İndi təsəvvür edin, bütün bu proseslərdən sonra qadın dincəlməlidir, evladına daha yaxşı baxmalıdır, evladı ilə bağ qurmalıdır. Və qadına biri gəlir, deyir ki, südü belə əmzirmə, belə əmzir. Südün azdır, uşaq ona görə ağlayır. Yəni yeməyin çatım, südün keyfiyyətsizdir, keçirmək sal. Sən bu uşağa baxa bilmirsən, bu uşaq niyə ağlayır? Sən əsəbləşirsən, niyə ağlayır? Yəni bir dənə belə gic-gic güya ağıllı məsləhətlər verilir. Və nəticədə nə olur? Qadın zaten savaşdan çıxır, bədən toparlanmağa çalışır, bədən geriyə qayıtmağa çalışır və 1000 dənə söz eşidir. Bu uşağı təsir eləməyəcək, eləyəcək, təbii ki, eləyəcək. Qadın süd verəndə ağlayacaq, qadın uşağı əmzirəndə ağlayacaq, yedizdirəndə ağlayacaq, yəni ağlayacaq. Yəni hər fürsətdə qadın ağlamalı, çünki zaten emosional patlama yaşayır.
Və bu insanlar istər-istəməz postpatron depressiyaya məruz qalırlar. Amma məruz qaldığından bixəbərdilər. Və 2 il sonra bəzən elə qadınlar olur ki, qabağımıza çıxır. Postpatronu 2 il, 3 il keçir. Uşaq artıq 3-4 yaşındadır, amma qadın depressiyadan çıxmayıb hələ də. Depressiya da nə deməkdir? Yəni rasional düşünə bilmirsən. Baxın əzizlər, mən sizə izah eləmişdim adından qabaq gedərsiniz. Bura prefrontal korteksdir də, düzdür? Bu nədir? Bu bizim analiz eləyən, hər şeyi daha dərin düşünən, səbəb-sonuc ilişkisini quran, məntiq qismi buradadır. Bax, bu alın hissəsində, prefrontal korteks deyilən. Depressiv insanlarda bu işləmir. Yəni sən rasional düşünə bilmirsən, sən məntiqli düşünə bilmirsən. İstər-istəməz sənin düşüncələrin belə alt-üst olur. Və burada nə baş verir? Təsəvvür edin ki, qadın dünyaya uşağı gətirib, üstündən 3 il keçib qadın depressiyadan hələ çıxmır. Gəlir görürsən ki, bu hələ postpatronda ilişib bu. Bu heç oradan çıxmır. Təbii ki, məntiqli düşünə bilməyəcək. Təbii ki, öz övladına istədiyi kimi baxa bilməyəcək və bizə nə baş verir? İstədiyi kimi, yəni o layiqincə də analıq eləyə bilmir deyə. Çünki zehni qarışıqdır da, zehnində ələm deyib bir-birinə bu məntiqli düşünə bilmir bəzi yerlərdə. Bəzi yerlərdə patlama yaşayır, bəzi yerdə duyğusal salıncaq deyilirdi. Gah yuxarı, gah aşağı düşür. Dolayısıyla uşağına istədiyi o sevgini, istənilən, gözlənilən verə bilmir. Verə bilmədiyi üçün də özünü daha çox günahlandırır. Özünü günahlandırdığı üçün də daha pis vəziyyətə düşür. Başa düşürsünüz? Yəni əzizlər, bu hə, uşaq doğdu, dilin çıxdı, buynuzun çıxdı, min dənə şey. Halbuki orada qadın yetimin dili çıxmayıb. Qadın yetim dincəlmək istəyir, yardıma ehtiyacı var. Köhnə qaynanalar Sovetin dönəmində böyüklər deyərdilər ki, uşağını ver, qaynanan baxsın, amma ev işləri heç kəsə əmanət eləmə ki, dilin uzun olsun. O qədər sərt. O qədər məntiqsiz, o qədər qəddar bir sözdür ki, bu sözün əsl mənasında. Ya uşağın anaya ehtiyacı var, qaynanaya yox. Qaynana öz uşağını doğub da, böyüdüb də. Uşağın anaya ehtiyacı var. Bəli, uşağa yardım olunacaqsa, əgər siz anaya yardım etmək istəyirsinizsə, körpəsi olan, gəlib evində, bir uşağım mən baxım, yox. Sən otur uşağınla, mən sənə yemək gətirərəm, mən evi yığışdıraram demək lazımdır. Bax, bu da əsl yardım. Hamilə qadının ağıllı sözlərə ehtiyacı yoxdur. Bəzən hamilələr gəlir, deyir ki, nə bilim, ağrım var, ürəyim bulanır. Oturub qadını sakitləşdirir. Vay, yox, həkimə gir, belə dərman, sən falan şey yəqin səhv yeyirsən, falan şey özünə səhv baxırsan. Abala, bir susun da, qurban olun, bir kök olar, deyir, çox yemişsən, dəhşət kökəlmisən. Ağrıq olar, az yeyirsən, uşağın balaca olacaq. Nə bilim, qarnı böyük olar, bir cür dərd. Qarnı balaca olar, bir cür dərd. Özü solar, arıqlayar, nə bilim, üzündə ləkələr çıxar, bir cür adamı şey eləyirlər. Yəni, adamı o qədər əsəbləşdirirlər ki, hamilə vaxtı. Baş dönüm, hamiləni sakitləşdir. Ağrısı var, narahat olma, hamı da olur, keçəcək. Nə bilim, ürəyi tez-tez bulanır, əşi müvəqqətidir. Oturub sakitləşdirmək əvəzinə bizimkilər daha çox qaz verirlər ki, yan, patla, öləcəksən. Dedim ki, öləcəksən, düşün sakitləşəcəksən, sən niyə öz travmalarını bu yazıq hamiləyə yükləyirsən? Qarnı böyüdü, bir cür deyinirlər, qarnı balacadır, bir cür deyinirlər, bədəni ağrıdı, bir cür deyinirlər, bədəni kökələnə, bir cür. Hər cəhətdən adamı stresə salırlar. Sonra anaya çox bağlı ya oğlan uşağa, yox sən belə bunu səhv edirsən sən, süddən tez kəs. Nə bilim, smes verənə bir cür, kesirva doğana bir cür, özü doğana bir cür. Yəni, olmaz əzizlər, olmaz. Və əgər aramızda oğlan anası varsa, elə qız anası da var. Qız bizdə cəmiyyətdə qız anaların maalesef evlənəndən sonra qızlar dili şey olur, amma oğlan alanların həmişə o dili uzun olur. Mən oğlan alanına xüsusən yalvarıram. Sabah gəlin alanda qurban olum gəlin eşitsin. Xüsusən hamiləlik dövründə. Onu sakitləşdirin, ona yardım eləyin, onu gücünüz çatanı.
Gücünüz çatmırsa da no problema necə deyirlər. Gücünüz çatmırsa da açıq-açıq deyin ki, qurban olum, balamsan. Durmaman gəlsin, amma mən gücüm çatmır da. Mən ev işi görə bilməyəcəm. Öz evimi güclə idarə edirəm. Bunu açıq-açıq deməkdə nə var? Utanılacaq bir şey deyil. Nə olur? Sən bunu açıq-açıq dinlə. Qızın da oraya çünki də qaynana kömək edə bilmir. Burada nə var? Hə də. Bir də siz necədir? Bu yazıq hamiləliyə psixoloji ən böyük baskı bilirsən nədir? Okey. Məsəl üçün elə insanlar var ki, kömək eləyə bilmirlər. Analar da eləyir bunu. Sən kömək eləyə bilmirsən də, düzdür? Yaxşı, axı onda bu qızı gəlib niyə baltalayırsan qız nəyisə səhv eləyəndə? Niyə ona, "Vah, filan şey belə oldu, filan şey peş başa dönüm." Ya kömək elə, ya sus. Bu qədər basit. Mən həmişə insanlara ətrafımda deyirəm, hamilələrə ya yardım eləyirsiniz, yardım edin. Etmirsinizsə susun. Yeni doğan qadına yardım eləyəndə də uşağı əlindən almayın. Uşağın sizin qoxunuza və sizin ürək döyüntünüzə yox, anasına ehtiyacı var. Anası ilə uşaq qəşəng uzadın, bu uzansınlar, bir yerdə yatsınlar. Ən böyük yeni doğmuş qadına ən böyük yardım uşağı ilə bir yerdə yat, bir yerdə durma. Onu bacara bilmir qadın. İndi xaricdə yaşayan, valideynlərdən uzaq yaşayan qadınlar xaric, orada da həyat yoldaşı anlayışlı olmalıdır ki, mənim yoldaşım uşaqla yatıb, uşaqla durmalıdır. O xörək bişməsə də olar. Gələrsən, canın çıxsın evindən xörəyi bişir. O, necə deyim, o ev eşik yığışılmasa da olar. Canın çıxsın, işdən gəl, sən yığışdır. Amma o qadın mütləq şəkildə yatacaq uşağı ilə, duracaq uşağı ilə. Mütləq. Yəni qətiyyən ona baskı eləmək, ay sən evi yığışdırmadın, ay sən filan şey çatdırmadın, ay sən nətər tənbəlsən demək olmaz. Dedi ya, o qadını batırdıq. O qadın depressiyaya girəcək, sonra çıxmayacaq. Və evladımı, o uşaq bədbaxt olur, əzizlər. Olan uşağı olur, başa düşürsünüz. Ona görə biraz yeni dünyaya evlad gətirən qadınları bu cəhətdən biz anlamalıyıq. Bu cəhətdən onlara daha diqqətli yanaşmalıyıq və öz travmalarımızı da yada salmalıyıq. Qız analarına da son 4 dəqiqəm qalıb, indi bizi unutacaq. Qız anaları da bir sözüm var. Siz ona hamilə ikən və onu dünyaya gətirərkən necə ana olmusunuzsa, o eyni analığı təkrarlayacaq. Çünki zehin analığı sizdən öyrənir. Yəni, əgər qızınız süd verərkən çox ağlayırsa, yerli yersiz emosionaldısa, tez-tez şikayət eləyirsə, özünüzü yadınıza salın və qızınızı sadəcə bağrınıza basaraq ona yardım edin. Ona orada sevgini eksik eləməyin ki, onun zehni sizin sevginizi tutanaraq evladına doğru sevgini göstərə bilsin. Onu qətiyyən tənqid eləməyin. Sən niyə bugünə qaldın deməyin. Əşi, bilsəydim mən özüm sənin əvəzində doğardım deməyin. Bu çox yanlış sözlərdir. Bu insanı bildiyimiz, yəni insanı bütün motivasiyasını öldürən sözlər. Xahiş edirəm. Əgər ətrafınızda elə insanlar varsa, yeni doğacaq ya da hamilə ya da nə bilim uşağını yeni qovuşan, təzə gəlin. O qızlara baxanda, əgər o qız çox emosionaldırsa, çox əsəbidirsə hamilə vaxtı, durduq yerə əsəbləşirsə, durduq yerə deyil. Onun deməli anası da onu hamilə olanda elə hamiləlik keçirdi. Xüsusən əgər qadın qız uşağının hamilədirsə, ümumiyyətlə öz anasını necə deyim, öz anasının keçirdiyini öz evladına oradan alır, buradan verir də, yəni. Dolayısıyla əzizlər, mütləq şəkildə həqiqətən əgər aranızda çox güman ki, hamınız anasısınız, öz analığınızı yadınıza salın, hamiləliyinizi yadınıza salın. Körpə ilk 3 yaşı siz uşaqla necə rəftar edirsiniz? Siz hamiləlikdə bəzən deyirlər, filan uşağım sakitdir, filan uşağım əsəbidir. Yox, o uşaq özündən əsəbi deyil, o uşaq özündən sakit deyil ki. Bir qadının 5 dənə evladı olar,
ayrı-ayrı hamiləlikdən olduqları üçün hərəsində ayrı xəssiyyət olur. Ona görə bəzi uşaqlarımız çox sakit, bəzi uşaqlarımız çox əsəbi, bəzi uşaqlarımız isə çox incə düşünür, bəzi uşaqlarımız isə biraz hövsələsizdir. Belə əzizlər. Mən indi bilirsiniz də bizdə Zoom cəmi 40 dəqiqədir. Mən indi YouTube-a bunu yükləyim. Bu həftə mən qrupa yazacağım inşallah bir gündə bir dəfə deyib. Çox güman ki, elə 5-ci gün bu saatlarda olar inşallah saat 6-da ki, həftədə 2 dəfə mütləq görüşək. İndi mən bu qaçıranlar üçün bu videonu YouTube-a yükləyirəm. Oradan da qulaq asa bilərsiniz. Suallarınız olsa ya qrupdan ya da şəxsidən yaza bilərsiniz. Çox öpürəm sizi. İnşallah görüşməyiz.